Salam, hər vaxtınız xeyir olsun. Bugünkü dərsimizdə mən sizə elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının qanununu izah edəcəm. Birinci növbədə nəzərinizə çatdırım ki, daha əvvəlki proqramlarda bu qanunun sizə sadəcə müəyyən bir hissəsi düşürdü, lakin sonuncu edilmiş dəyişikliklərdən sonra Dövlət İmtahan Mərkəzi tərəfindən artıq qanun sizə tam şəkildə təqdim olundu və dövlət qulluğu ilə bağlı qanunvericilik proqramına bu qanunun tam mətni əlavə edildi və informatika fənnindən isə bu qanun çıxarıldı. Yəni sizə imtahanda qanunvericilik fənnindən elektron imza, elektron sənəd haqqında qanuna aid tam mətni əhatə edən suallar düşəcək. Ona görə siz qanunu tam şəkildə öyrənməlisiniz. Başlayaq birinci preambula hissəsindən, yəni giriş hissəsindən ki, qanun nəyi müəyyənləşdirir? Bu qanun elektron imzanın və elektron sənədin, baxın, imzanın və sənədin hər ikisinin istifadəsinin, elektron imzanın və elektron sənədin istifadəsinin, onların elektron sənəd dövriyyəsində tətbiqinin, birincisi oldu istifadəsi, ikincisi oldu tətbiqi, təşkilati, hüquqi əsaslarını, yəni həm təşkilati əsasları, həm hüquqi əsaslarını və əlaqədar subyektlərin hüquqlarını müəyyənləşdirir. Yəni bu elektron imza ilə əlaqədar subyektlər hansılar ki var, onların hüquqlarını müəyyənləşdirir və aralarında yaranmış münasibətləri tənzimləyir. Nə oldu? Elektron imza, elektron sənədin istifadəsinin, onların elektron sənəd dövriyyəsində tətbiqinin təşkilati hüquqi əsaslarını və əlaqədar subyektlərin hüquqlarını müəyyən edir. Aralarında yaranan münasibətləri tənzimləyir. Qanunda istifadə olunmuş əsas anlayışlara gələk. Birincisi verilənlər. Verilənlər dediyimiz məlumat bazası kimi bir şeydir. Verilənlər informasiya texnologiyaları vasitəsilə emal edilməyə yararlı informasiya, yəni məlumat toplusu deyək, informasiya toplusudur. Verilənlərin daşıyıcısı, yəni bu məlumat toplusunun, bu informasiyanın daşıyıcısı, bu informasiya harda olur, harda qalır, bunu harda saxlayırlar? Bax, gör nə deyir? Deyir, verilənlərin saxlanılması və istifadəsi üçün təyin edilmiş maddi obyekt. Həm onu saxlamaq üçün lazımdır bu bizə, həm də istifadə etmək üçün lazımdır. Məsələn, verilənlər daşıyıcısı ola bilər flash kart, yəni yaddaş kartı olsun və ya da CD disk olsun, DVD disk olsun, kompüterin özü olsun. Həmin o məlumat, o elektron informasiya harda saxlanılırsa, harda istifadə olunursa, o maddi obyekt adlanır verilənlər daşıyıcısı. Amma maddi obyekt olmalıdır bu. Məlumat bildirişi. Məlumat bildirişi məlumatın verilənlər daşıyıcısında yazılmış formasıdır. Yəni o verilənlər daşıyıcısı nədir? Məsələn, bayaq dediyimiz kimi flash kart. Flash kartda o məlumatın yazılmış forması məlumat bildirişidir. Elektron imza nədir? Digər verilənlərə əlavə edilən, özdə bu qəbulda baza suallarının içində var bu anlayış. Buna çox diqqət eləmək lazımdır. Digər verilənlərə əlavə edilən, onlarla məntiqi əlaqəli olan. Necə əlaqəli? Məntiqi əlaqəli olan. İmza sahibini identifikləşdirmək, müəyyənləşdirmək, ortaya çıxarmaq bu mənada başa düşülür. İmza sahibini identifikləşdirməyə imkan verən verilənlər, yəni məlumatlar, informasiyalar. Nə oldu? Bizim haqqımızda axı elektron sənəd dövriyyəsində, daha doğrusu elektron hökumət portalında bir xeyli məlumatlar var. Məsələn, doğum tariximizdir, yaşayış yerimizdir, iş yerimizdir, təhsilimizdir. Ümumiyyətlə də müasir dövrdə hər bir məlumat onsuz da elektronlaşdırılır və vahid bir bazada saxlanılır. Elektron imzanı da aldıqda bu barədə məlumatlar da onun üstünə əlavə olunur. Ona görə deyir ki, elektron imza digər verilənlərə əlavə edilən, onlarla məntiqi əlaqəli olan, həm də bazadakı məlumatlarla məntiqi əlaqəli olan imzanın sahibini müəyyənləşdirməyə, identifikləşdirməyə imkan verən məlumatlardır, verilənlərdir. Bir də var gücləndirilmiş elektron imza. Bu da bir elektron imza forması, sadəcə bu daha etibarlı, daha sağlam bir formasıdır. Deməli, gücləndirilmiş elektron imza nədir? İmza sahibinin nəzarəti altında olan, yəni imza sahibinin nəzarətindədir. Elektron imza vasitələrinin yaradılır təbii ki, yalnız imza sahibinə məxsus olmaqla onu identifikləşdirən, başqasına aid deyil, ancaq imza sahibinə məxsusdur, həm də nəzarətindədir. Onu identifikləşdirir. Əlaqəli olduğu məlumat bildirişinin, hansı məlumat bildirişi əlaqəli olduğu. Bax, burada birdən imtahanda yazar ki, məlumat bildirişinin, bu səhv olacaq. Olmalıdır, əlaqəli olduğu məlumat bildirişinin
Məlumat bildirişinin anlayışı yuxarıda verilib. Məlumatın verilənlər daşıyıcısında yazılmış formasıdır. Bu məlumat bildirişinin diptız bunun baş hərfləridir. Yəni dəyişilməzliyi D hərfi. O həmin məlumat dəyişilməzdir. B nədir? Bütövdür. Yəni yarımçıq məlumat deyil. DB, T təhrif olunmayıb və saxta məlumat deyil, saxtalaşdırılmayıb. Bunların müəyyən edilməsinə imkan verən elektron imza adlanır gücləndirilmiş elektron imza. Deməli, nə oldu? İmza sahibinin nəzarətindədir, yalnız imza sahibinə məxsusdur, onu identikləşdirir və əlaqəli olduğu məlumat bildirişi diptızdır. Dəyişilməzdir, bütövdür, təhrif olunmayıb və saxtalaşdırılmayıb. Bunları müəyyən etməyə imkan verən elektron imza. Bu adlanır gücləndirilmiş elektron imza. Elektron imza sahibi, yəni bunun yiyəsi. İmzanın sahibi həm öz adından çıxış eləyə bilər və yaxud da qanunvericiliklə nəzərdə tutulmuş qaydada səlahiyyət vermiş şəxs adından çıxış eləyə bilər. Səlahiyyət vermiş şəxs. Bunların adından çıxış eləyən fiziki şəxs, yəni fiziki şəxs insan fərdidir də, həmin o fiziki şəxs adlanır imzanın sahibi. Məsəl üçün necə? Tutaq ki, mənim bir elektron imzam var. Mən deyək, maliyyə şöbəsinin müdiriyəm. Bir təşkilatda, bir dövlət orqanında maliyyə şöbəsinin müdiriyəm. Mən öz elektron imzamla, öz adımdan girib sistemdə müəyyən əməliyyatlar apara bilərəm. Və yaxud da ola bilər ki, mənim işlədiyim təşkilatın rəhbəri mənim elektron imzama özü müəyyən səlahiyyətlər verib. Ona görə mən artıq bəzi məsələlərdə idarənin rəhbərinin adından çıxış eləyəcəm. Səlahiyyət verilmiş şəxs adından çıxış eləyəcəm. Məsəl üçün, maliyyə əməliyyatlarını aparanda, maliyyə hesabatlarını göndərəndə artıq öz imzamla daxil oluram, lakin hesabat göndəriləndə rəhbərin adından göndərilir. Bu necə olur? Həmin rəhbər mənə səlahiyyət verir, mən rəhbərin adından çıxış edən şəxs oluram. Rəhbər öz adından da sistemə girə bilər. Mənə səlahiyyət verməklə mən də rəhbərin adından sistemə girə bilərəm, hansı sənədlər göndərə bilərəm. Ona görə hər bir halda istər öz adından girsin, istər səlahiyyət verilmiş şəxs olaraq rəhbərin adından girsin, hər ikisində bu fiziki şəxsdə, insandır hər ikisində. Və bu imzanın sahibi adlanır. Elektron imza vasitələri. Elektron imzanın yaradılması və yoxlanılması. Və görsən nə üçündür? Həm yaradılması üçün, həm də yoxlanılması üçün, eləcə də imza yaratma və yoxlama məlumatları yaratmaq üçün istifadə edilən proqramdır və texniki vasitədir. Yəni imza vasitəsi nə ola bilər? Ya proqram olacaq, ya texniki vasitə. Texniki vasitə məsələn kompüterdir, telefondur, planşetdir. Bunlar texniki vasitədir. Proqram ola bilər, Adobe Reader proqramı olsun və yaxud da Word proqramı olsun, Excel proqramı olsun, fərqi yoxdur. Bunlar proqram vasitələridir. Bu bir sənəd bunlar vasitəsilə yaradıla bilər. Deməli, elektron imzanın yaradılmasıdır, yoxlanılmasıdır. Həm məlumatların özlərini, yəni necə yaratmaq lazım, necə yoxlamaq lazım, onların özləri ilə bağlı məlumatları yaratmaq üçün istifadə olunmuş proqramlar, texniki vasitələr, imza vasitələri adlanır. Bir də var imza yaratma məlumatları, yəni elektron imzanın yaradılması məlumatları. Elektron imza hansı məlumatlarla yaradılır? Elektron imza yaratmaq üçün istifadə edilən, yəni sən bir imzanı yaratmaq üçün müəyyən məlumatlardan istifadə edirsən və ancaq imza sahibinə bəlli olan kodlardır və yaxud da kriptoqrafik açardan ibarət təkrar olunmaz verilənlər. Məsəl üçün, imza yaratma məlumatları nə ola bilər? Mənə bəlli olan imzanın kodu. Elektron imzanı kompüterə qoşdun, flash-kart formasında bir şeydir də. Sən sistemə girmək üçün müəyyən kod yazmalısan. Orada deyirsən, səhv etmirəmsə, 8 rəqəmli bir kod olur. O kodu yazmalısan, sonra sistemə daxil olmalısan. Bax, həmin o kod imza yaratmaq üçün istifadə edilən kod hesab olunur və yaxud da kriptoqrafik, yəni kodlardan, müəyyən bir şifrəli şeylərdən ibarət təkrar olunmaz verilənlər imza yaratma məlumatları adlanır. İmzanı yoxlama məlumatları var bir də. Yəni, bu imza mənə aiddir, amma bunu hardan müəyyənləşdirək ki, həqiqətən də mənə aiddir? İmzanın həqiqiliyini yoxlamaq üçün, yəni həqiqətən də bu imza keçərlidir yoxsa yox, həqiqiliyini yoxlamaq üçün istifadə edilən yenə də kodlar, kriptoqrafik açarlar, bunlar adlanır elektron imzanın yoxlama məlumatları. Lakin həmin bu məlumatlar təkrar olunmaz verilənlər olmalıdır. Yəni təkrar bir neçə yerdə istifadə olunsun deyil də. Hər birinin özəlliyi var. Məsəl üçün, mənim imzamdakı kodlar və kriptoqrafik açarlar başqasının imzasında, başqasının məlumatlarında ola bilməz və eynilik təşkil edə bilməz.
Hamısı fərdi olmalıdır. Necə ki, insanların barmaq izi bir-birindən hamısı fərqlənir. Bu da həmin şeydir. Kodlar və kriptoqrafik açardan ibarət olan məlumatlar təkrar olunmaz şəkildə olmalıdır və bu məlumatlar əsasında biz həmin o imzanın həqiqi olduğunu yoxlayırıq ki, uyğun gəlir yoxsa yox. Tutuşdurursan ki, uyğun gəlir yoxsa yox. İmzanın həqiqiliyi, yəni bir elektron imzanın həqiqi olması nə deməkdir? İmzanın yoxlama məlumatları vasitəsilə yoxlanılan, yəni sən imzanın həqiqi olduğunu bilmək üçün bu yoxlamalısın təbii ki. İmza yoxlama məlumatları vasitəsilə yoxlanılan elektron imzanın sahibinə məxsus olmasının, imzanın əlaqəli olduğu məlumat bildirişinin bütövlüyünün, dəyişilmədiyinin və təhrif edilmədiyinin təsdiq olunması. Bax, bunun bir gücləndirilmişlə oxşarlığı var. Orada deyir ki, əlaqəli olduğu məlumat bildirişinin 4 dənə şey var orada. Bütövlüyü, dəyişilməzliyi, təhrif olunmadığı və saxtalaşdırılmadığı. Amma həqiqiliyində saxtalaşdırmaq söhbəti yoxdur. Bax, bunu qarışdırmayın imtahanda, test suallarında. Deməli, imzanın həqiqiliyi bizə necə müəyyənləşdiririk biz bunu? İmzanı yoxlayaraq, o məlumatları yoxlamaqla biz bunu müəyyənləşdiririk də. Yoxlayıb müəyyənləşdiririk ki, bu imza həqiqətən də öz sahibinə məxsusdur. Bu normal bir şeydir. Bir şeyin həqiqi olduğunu yoxlayanda baxırsan ki, məsələn, bu şəxsiyyət vəsiqəsi. Şəxsiyyət vəsiqəsi həqiqətən sənə aiddir yoxsa yox? Bunu yoxlayırıq da biz. Şəklinə baxırıq, bir dənə müəyyən suallar veririk o vəsiqə ilə bağlı görüm hamısında məlumatı var yoxsa yoxdur. Ona görə digər sənədlərinə baxıb tutuşdura bilərik. Və bu yollarla yoxlanılır. Və imzanın həqiqiliyi bu məsələdir. İmzanın yoxlama məlumatları ilə həmin imzanın sahibinə məxsus olması, əlaqəli olduğu məlumat bildirişinin bütövlüyü, dəyişilməzliyi və təhrif edilmədiyinin təsdiq edilməsi onun həqiqi olması deməkdir. Sertifikat nədir? Məsələn, hazırlıq kursuna gedirsiniz, bir sertifikat alırsınız. Dövlət pulu imtahanı verirsiniz, sertifikat alırsınız. Müxtəlif işlərlə bağlı ola bilər də bu sertifikatın verilməsi. Sertifikat imza sahibini identikləşdirir. İmzanın sahibini müəyyənləşdirir. Bunun üçün nəzərdə tutulan və imzanı yoxlama məlumatlarının imza sahibinə məxsus olması barədə Sertifikat Xidmətləri Mərkəzinin verdiyi kağız və ya elektron sənəddir. Yəni sertifikat bir sənəddir özü. Adətən mən bunu məsələn görmüşəm kağız formatında A4 ölçüdə biraz çəhrayı rəngdə kənarları çəhrayı çərçivəyə alınmış bir sənəd olur. Üstünə yazır elektron imza sertifikatı. Bunu bir çox hallarda asan xidmət mərkəzlərindən alırlar. Təbii ki, təkcə oradan deyil, başqa yerdən də verilə bilər. Yəni bir sözlə sertifikat bir sənəddir. Kağızda da ola bilər, elektron sənəd formasında da ola bilər. Bu nə üçündür? İmza sahibini müəyyənləşdirmək üçün həmin o məlumatların imza sahibinə məxsus olması ilə bağlı təsdiq eləyir ki, bu məlumatlar həqiqətən bu imzanın sahibinə aiddir. Sən elektron imza alanda bir dənə üstündə sertifikat verilir ki, bax bu sertifikat təsdiq eləyir ki, bu imzadakı məlumatlar hamısı imzanın sahibi olan filankəs və filankəsə aiddir. Bax bunu təsdiq eləyən sənəddir. Kağızda da verilə bilər sertifikat, dediyim kimi elektron formada da verilə bilər. Lakin bu sertifikatı kim verir? Sertifikat Xidmətləri Mərkəzi verir. Bax, burada diqqətli olmalı məqamlardan biri də sertifikatın kimin tərəfindən verilməsidir. Sertifikat Xidmətləri Mərkəzi tərəfindən verilir həmin sertifikat. Sonra gəlirik bir də təkmil sertifikat var. Fikir verin, sertifikat təkmil sertifikat. Demək ki, təkmil sertifikat daha sağlam, daha etibarlı, daha yəni belə çox qorunmuş bir sertifikat deməkdir yəqin ki. İndi tərifinə baxaq. Deyir, akkreditə edilmiş sertifikat xidmətlər mərkəzi tərəfindən. Bax, görürsünüz ki, adi sertifikatı kim verir? Sertifikat Xidmətlər Mərkəzi. Lakin təkmil sertifikatı isə akkreditə edilmiş sertifikat xidmətlər mərkəzi verir. Bunun tərəfindən verilir gücləndirilmiş elektron imza yoxlama məlumatları əsasında. Fikir verin, adi sertifikat elektron imzanı yoxlama məlumatları əsasında verilir. Lakin təkmil sertifikat gücləndirilmiş elektron imza yoxlama məlumatları əsasında verilir. Görürsünüz ki, fərqlərdən birisi də budur. Və adi sertifikatı Sertifikat Xidmətlər Mərkəzi verir, təkmili isə akkreditə edilmiş Sertifikat Xidmətlər Mərkəzi verir. Yəni də elektron imzanı yoxlama məlumatlar barəsində verilən sertifikatdır. Yəni təkmil sertifikat özü də bir sertifikat formasıdır. İndi birdən çaşdırıcı sual düşə bilər ki, bəs təkmil sertifikat da kağız və elektron sənəd olur? Təbii ki, bəli. Niyə? Çünki burada göstərilmişdir ki, barəsində verilən sertifikat. Siz sertifikat deyən kimi avtomatik müraciət eləyirsiniz yuxarıdakı sertifikat anlayışına. Bax, buradakı sertifikat anlayışına müraciət edirsiniz ki, nə olan şey sertifikat? Yuxarıdakı deyir ki, sertifikat kağız və elektron sənəddir. Deməli, avtomatik şəkildə təkmil sertifikatın özü də kağız və elektron sənəddir. Yəni, əlaqəli sual kimi yazsa sizə ki,
Akkreditə edilmiş sertifikat xidmətlər mərkəzi tərəfindən gücləndirilmiş imzanı yoxlama məlumatlar barəsində verilmiş kağız və elektron sənəd sertifikat adlanır, təkmil sertifikat adlanır. Bu düzgün fikirdir. Bu məlumatlar əsasında verilən kağız və elektron sənəd kimi ifadə oluna bilər bu sertifikat sözü. Ona görə bu bunu sizi qarışdırmasın, beyninizi qarışdırmasın. İndi gələk bu elektron imzanın sertifikatını verən həmin sertifikat xidmətlər mərkəzi nə deməkdir? Görsən nə yazır? Həmin şeyi təkrarlayır burada. Deyir ki, elektron imza üçün sertifikat verən, bunu bilirik, yuxarıdan öyrənmişik. Elektron imza üçün sertifikat verən və imzaların istifadəsi üzrə, yəni hər bir imzaya aid bir sertifikat verilir də. Bu imzaların istifadəsi üzrə bu qanunla müəyyən edilmiş digər xidmətləri göstərən və bunu edir? Həm sertifikat verən, həm də digər xidmətləri göstərən. Yəni təkcə sertifikat verməkdən ibarət deyil də bunun fəaliyyəti. Sertifikat xidmətlər mərkəzi təkcə sertifikat vermir. Həm də bu qanuna məxsus olmuş digər xidmətləri göstərən hüquqi şəxs ola bilər, yəni bir şirkət müəssisəsi ola bilər, yaxud da hüquqi şəxs yaratmadan, yəni hüquqi şəxs kimi qeydiyyatdan keçmir. Vönü var, amma hüquqi şəxs deyil. Bu işlə məşğul olan fiziki şəxs ola bilər. Məsəl üçün bir IT mütəxəssisdir, gedir öz üçün vönü açdırır, fiziki şəxs kimi fəaliyyət göstərir, sahibkarlıq fəaliyyəti göstərir, amma sertifikat verir insanlara. Elektron imza alan şəxslərə sertifikat verir. Bax, bu ola bilər sertifikat xidmətləri mərkəzi. Hüquqi şəxs yaratmayıb. Ya şirkət kimi fəaliyyət göstərə bilər, ya da şirkət yaratmadan sahibkarlıqla məşğul olan bir fiziki şəxs ola bilər. Hər ikisi mümkündür. Amma dediyimiz kimi sertifikat xidmətlər mərkəzi nə edir? Elektron imza üçün sertifikat verir və bu qanunda göstərilmiş imzanın istifadəsindən bağlı digər xidmətlər göstərir. Başqa heç nə eləmir. İki dənə işi görür. Sertifikat verir və digər xidmətlər göstərir. Akkreditə edilmiş sertifikat xidmətlər mərkəzi nədir? Artıq bu təkmil sertifikat verir. Bayaq yuxarıda biz bunu keçəndə təkmil sertifikatın anlayışında demişdik. Akkreditə edilmiş mərkəz isə təkmil sertifikat vermək üçün fəaliyyət göstərir. Bu hüquq, yəni ona təkmil sertifikat vermək hüququ, müvafiq icra hakimiyyəti orqanı tərəfindən şəhadətnamə ilə təsdiqlənmiş qaydada verilməlidir. Yəni bu təkmil sertifikat vermək hüququ akkreditə edilmiş mərkəzə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Necə verilir? Müvafiq icra hakimiyyəti orqanı ona bir şəhadətnamə verir ki, sən təkmil sertifikat vermək üçün fəaliyyət göstərə bilərsən. Adi sertifikat xidmətlər mərkəzində şəhadətnamə falan yoxdur. Normal qaydaya gedib qeydiyyatdan keçir, fiziki şəxs kimi, hüquqi şəxs kimi qeydiyyatdan keçir, fəaliyyət göstərir. Amma akkreditə edilmiş mərkəzə müvafiq icra hakimiyyəti orqanı şəhadətnamə verməlidir ki, o təkmil sertifikat verə bilsin. Yəni biraz məsuliyyətli işdir də ona görə. Və şəhadətnamə ilə təsdiqlənmiş sertifikat xidmətləri mərkəzidir. Belə çıxır ki, akkreditə edilmiş sertifikat xidmətləri mərkəzi özü də bir sertifikat xidmətləri mərkəzi sayılır. Sadəcə bu mərkəz akkreditə olunub deyə daha etibarlı sayılır. Digəri akkreditasiyadan keçmir, amma bu akkreditasiyadan keçib. Akkreditə olmuş bilsin nə deməkdir? Yəni bu yoxlamadan keçib, hər şey qaydasındadır. Bunun standartların tələblərinə cavab verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunub artıq. Necə təsdiq olunub? Şəhadətnamə verilməklə təsdiq olunub. Və bu sertifikat xidmətlər mərkəzi adlanır akkreditə edilmiş mərkəz. Keçirik növbəti anlayışlardan birinə, elektron sənəd. Yəni bizim tez-tez istifadə etdiyimiz elektron sənəd var. Elektron sənəd nədir? Təbii ki, elektron formada olur. Elektron forma dediyimiz mətn ola bilər, məsələn, Word-dür, PDF fayldır, bunlar ola bilər. Səsdir, görüntüdür, məsələn, müəyyən şəkillər. Tutaq ki, sən avtomobillə yol hərəkət qaydasını pozursan, sənə cərimə elektron sənəd formasında gəlir. Sistemdən şəkillər çəkilir, elektron qaydaya göndərilir ki, bu qaydanı pozmusunuz, cərimə olunmusunuz. Görüntü budur, yəni. Audio görüntü ola bilər, yəni video görüntü deməkdir bu. Audio görüntü, video yazısı. Bu formada saxlanılan kontent adlanır elektron sənəd. Hansı formada oldu? Elektron formada, yəni mətn, səs, görüntü və audio görüntü formasında saxlanılan kontent. Yəni məlumat, yəni nəsə bir deyək nə, sənəd, belə bir şey. Elektron sənədin dövriyyəsi. Dövriyyə bir hərəkətdir. Amma bu sənəd harda dövriyyə eləyir? İnformasiya sistemində dövriyyə eləyir təbii ki. Amma körtəbii hərəkət deyil də, nizamlanmış hərəkətlə bağlı informasiya prosesləri. Elektron sənədin informasiya sistemində nizamlanmış hərəkəti ilə bağlı informasiya prosesləri adlanır elektron sənəd dövriyyəsi. Bəs bu dövriyyə vasitələri nədir? Yəni sənin bu hərəkətin necə istifadə olunur? Dövriyyə vasitələri elektron sənəd dövriyyəsinin istifadəsi zamanı elektron sənəd dövriyyəsində istifadə olunan proqram ola bilər, texniki vasitə ola bilər, texnologiya ola bilər, fərqi yoxdur bunlar.
proqramlar, texniki vasitələr və texnologiyalar. Bax, bu üçü bir yerdə elektron sənəd dövriyyəsi vasitələri adlanır. Bir də var sertifikatlaşdırılmış elektron imza vasitələri. Müəyyən olmuş tələblərə uyğunluğu, görsən elektron sənəd dövrəsi vasitələri adi bir vasitə, proqram, texniki vasitə və texnologiyadır. Amma sertifikatlaşdırılmış elektron imza dövriyyə vasitələri isə tələblərə uyğunluğu sertifikatlaşdırma qaydaları ilə təsdiq olunub. Yəni, həmin elektron imzanın standartların tələblərinə uyğun olması sertifikatlaşdırma qaydaları əsasında uyğunluğu sertifikatlaşdırma qaydaları ilə təsdiq edilmiş elektron imzanın vasitələridir. Sertifikatlaşdırılmış elektron sənəd dövriyyəsi vasitələri nədir? Bax, yuxarıda var 1.1.17 elektron sənəd dövriyyəsi vasitələri. Burada deyir ki, sertifikatlaşdırılmış elektron sənəd dövriyyəsi vasitələri. Təbii ki, yuxarıdakının bir formasıdır bu da. Amma bu nədir? Müəyyən olunmuş tələblərə uyğunluğu sertifikatlaşdırma qaydalarına təsdiq edilmiş elektron sənəd dövriyyəsi vasitələri. Bax, elektron sənəd dövriyyəsində istifadə olunan proqram, texniki vasitə, texnologiya adi dövriyyə vasitəsidir. Amma bu məlumatlar, bu məlumatların uyğun olması sertifikatlaşdırma qaydalarından təsdiq olunubsa, bu artıq həmin sertifikatlaşdırılmış elektron sənəd dövriyyəsi vasitəsi adlanır. Yəni, yuxarıdakının 1.1.17-nin sertifikatlaşdırma qaydaları əsasında təsdiq edilməsi, adi elektron sənəd dövriyyəsi vasitəsinin bir dənə sertifikatlaşdırma qaydaları ilə təsdiq edilməsi adlanır sertifikatlaşdırılmış elektron sənəd dövriyyəsi vasitələri. Sözlər isə çətin gələ bilər, amma çalışın ki, mənasını bir əlaqələndirərək başa düşəsiniz, anlayasınız. Bax, görürsən, mən maddələrə əlaqəli şəkildə deyirəm ki, sizə daha yaxşı yadınızda qalsın. Bax, bir var elektron sənəd dövriyyəsi vasitəsi, bir də var sertifikatlaşdırılmış elektron sənəd dövriyyəsi vasitəsi. Deməli, bu sertifikatlaşdırılmış elə onun yuxarıdakının daha etibarlı, daha təsdiq olunmuş formasıdır. Nəyə təsdiq olunub? Standartın tələblərinə uyğunluğu, yəni müəyyən olmuş tələblərə uyğunluq sertifikatlaşdırma qaydalarına təsdiq olunub. Təsdiq olunmuşsa, bu artıq olur sertifikatlaşdırılmış. Adi qayda isə olur adi elektron sənəd dövriyyəsi vasitələri. Elektron sənədi göndərən. Məsələn, mən açdım kompüteri, girdim sistemə, sənədi göndərdim sənə, oldum mən göndərən. Və ya da ki, mən rəhbərəm, bir əməkdaşıma səlahiyyət verdim ki, girib mənim adımdan filan hesabatı göndərə bilərsən. Bayaq ki, o maliyyə şöbəsinin müdürü rəhbərin adından hesabat göndərə bilir də. Bu da artıq sənədi göndərəndir. Lakin biz hər ikimiz bu sistemə girib sənədi göndərəndə biz bir kompüterdən istifadə edirik, bir proqramdan istifadə edirik və ya da bir planşetdən istifadə edirik, hansı bir texniki vasitə ilə sistemə giririk də. Ona görə görürsün nə deyir? Elektron sənədi göndərəndə elektron sənəd dövriyyəsi vasitəsi istisnadır. Məsəl üçün, vasitə nə ola bilər? Yuxarıda var elektron sənəd dövriyyəsi vasitəsi. Proqram ola bilər, texniki vasitə ola bilər, texnologiya ola bilər. Bu, elektron sənədi göndərən deyil. Yəni, proqram göndərməyib ki, bunu mən göndərmişəm də. Biz proqramla göndərmişik, kompüterlə girib göndərmişik. Nə o proqram sənədi göndərən sayılmır, nə də kompüter sənədi göndərən sayılmır. Ona görə nə deyir? Elektron sənəd dövriyyəsi vasitəsi istisna olmaqla, yəni o vasitə deyil, göndərən deyil. Mənim özüm tərəfimdən və yaxud da ki, kimsə mənim adımdan, yəni mən rəhbərəm, əməkdaşa səlahiyyət verirəm, mənim adımdan elektron sənədi göndərən həmin o fiziki və ya hüquqi şəxs adlanır elektron sənədi göndərən. Elektron sənədi göndərən də, alan da, vasitəçi də, bunlar hamısı ya fiziki şəxs olur, ya hüquqi şəxs olur. Deməli, burada nə istisna olan? Elektron sənəd dövriyyəsi vasitəsi. Yəni, o proqram, o kompüter, o texnologiya göndərən deyil. Göndərən mənəm. Ondan istifadə edib göndərmişəm, o vasitədən istifadə eləmişəm. Amma vasitə özü göndərən deyil, mənəm göndərən. Bu mənada deyir ki, vasitə istisna olmalı. Alanda nə deyir? Sən o sənədi göndərəndə, burada elektron sənəd dövriyyəsi vasitəçisi var ortada. Vasitəçi kimdir? Bizi bir-birimizdən əlaqələndirən həmin o şirkət, o provider. Məsəl üçün, mənim internetim olmasa, mən sənə sənəd göndərə bilmərəm, düzdürmü? Bax, o vasitəçidir. Vasitəçi bizim aramızda bu xidmətləri göstərir də, göndərilmə ilə, alınma ilə bağlı xidmətləri göstərir. Məsələn, internet verir bizə, o proqramı təşkil eləyir, o bir vasitəçidir. Məsələn, WhatsApp-la bir-birinizə mesaj göndərirsiniz. Sənin mənə göndərdiyin mesaj mənə çatmazdan öncə təbii ki, WhatsApp şirkət tərəfindən görünür. Axı, şirkət onun vasitəçisidir, onun əlinin içindədir bu hər şey. Ona görə vasitəçi aradakı xidmət göstərən şəxsdir, fiziki şəxs ola bilər, hüquqi şəxs ola bilər. Və burada elektron sənədi göndərənin tərifində deyir ki, alanın tərifində daha doğrusu, alanın tərifində deyir ki, elektron sənəd dövriyyəsi vasitəçi istisna olmaqla. Çünki sənin göndərdiyin sənəd birinci mənə yox, o vasitəçiyə çatır. Ona görə vasitəçi birinci çatmasına baxmayaraq deyir, alan sayılmır. Vasitəçi istisna olmaqla sənədin ünvanlandığı fiziki və hüquqi şəxs elektron sənədi alandır. Kimə ünvanlanmışsansa o da alan. Nə olsun birinci providerə çatır, həmin o şirkətə çatır.
Kimə çatmasından asılı olmayaraq sən onu hara ünvanlamısansa, bax o ünvanladığın yer elektron sənədi alan hesab olunur. Gəlirik vasitəçinin tərifinə. Vasitəçi elektron sənədi göndərən və alan arasında. Yəni mən göndərdim, sən aldın. Bizim aramızda xidmət göstərən var da. Bizim aramızda elektron sənəd dövriyyəsi xidmətləri göstərən fiziki və ya hüquqi şəxs elektron sənəd dövriyyəsi vasitəçisi adlanır. Göndərən və alan arasında xidmətlər göstərən fiziki və hüquqi şəxs vasitəçi hesab olunur. Və gəldik növbəti suala. Elektron sənədin həqiqiliyi. Yəni bu sənəd həqiqidir yoxsa yox? Elektron sənədin həqiqiliyi nədir? Elektron imzanın həqiqiliyinin yoxlanılması yolu ilə sənədin həqiqiliyi imzanın həqiqiliyi ilə həyata keçirilir. Görürsünüz ki, imzanın həqiqiliyinin yoxlanılması yolu ilə elektron sənədin tamlığının, yəni elektron sənədin tamlığı nədir? Orada vacib olan rekvizitlər yerində olsun. Sənəd göndərəndir, alandır, sənədin təyinatıdır, mahiyyətidir. Bunlar hamısı yerində olsun. Sənədin tamlığının və bütövlüyünün, yəni sənəd ötürülmə zamanı bəzən görürsən ki, texniki xətalarla qarşılaşa bilər. Sənədin deyək 10 səhifədir, sən bunun 2 səhifəsini qoşma kimi 8 səhifəsini əsas sənəd kimi əlavə eləmişsən və tərsinə. Sənədin əsas sənədin özü gedir, qoşması getmir. Bu artıq bütöv sənəd deyil də. Amma elektron sənədin həqiqiliyində bunlar tam şəkildə olmalıdır. Həqiqiliyi nədir? İmzanın yoxlanması ilə məlum olur ki, elektron sənəd tamdır və bütövdür. Yəni ötürülmə zamanı texniki xətalara rast gəlməyib, təhrif olunmayıb. Tam və bütöv şəkildə təsdiq olunması ötürülərkən bu adlanır sənədin həqiqiliyi. Korporativ informasiya sistemi. Mülkiyyətçinin müəyyən etdiyi, yəni mülkiyyətçi onun sahibidir də, bunun müəyyən etdiyi və ya iştirakçılar arasında müqavilə ilə razılaşdırılır. Deməli, bu ya mülkiyyətçi tərəfindən müəyyən olunur, mülkiyyətçi müəyyənləşdirir, yaxud da iştirakçılar arasında müqavilə ilə razılaşdırılır. Məhdud saylı istifadəçisi olan informasiya sistemi. Yəni, bu sistemə hər kəs girə bilmir. Məsəl üçün, bir şirkətdə, bir A şirkətində sistem qurulur, daxildə elektron sənəd dövriyəsi sistemi qurulur. Həmin bu sistem ancaq həmin şirkətin əməkdaşlarına aiddir. Başqa şirkətdə bu keçərli deyil. Sən başqa şirkətdən o sistemə girib oradan nəsə bir əməliyyat apara bilməzsən. Hər bir təşkilatın öz daxili elektron sənəd dövriyyə sistemi ola bilər. Birisi buna YSD deyir, birisi buna deyir EMAS. Elə şirkət var ki, deyir ki, buna Doknet adı qoyub. Elə şirkət var ki, onun adını nə qoyub? Teams qoyub. Hər bir müəssisədə buna bir ad qoyublar. Həmin sistem vasitəsilə işləyirlər də. Bu sistemlər korporativ informasiya sistemləri adlanır. Yəni, müxtəlif adlar altında tanınmasına baxmayaraq, bu həmin sistemin mülkiyyətçisi tərəfindən, yəni şirkətin rəhbərliyi tərəfindən müəyyənləşdirilir. Ya da ki, iştirakçıların razılaşması ilə məhdud sayda istifadəçisi olan informasiya sistemidir. Yəni, bura ancaq tutaq ki, bu şirkətin əməkdaşları daxil ola bilər. Ona görə məhdud sayda istifadəçisindən söhbət gedir. İmza sahibi barəsində məlumatlar. Bu nə deməkdir? Sertifikat alarkən imza sahibinin bildirdiyi, məsələn, mən gedirəm özümə sertifikat alıram, deyirəm ki, mənim adım filan kəsdir, filan yerdə işləyirəm, yəni filan fəaliyyətlə məşğulam. Mənim bildirdiyim, imza sahibinin bildirdiyi, haçan bildirirəm bunu mən? İmzanın sertifikatını alarkən. Sertifikat alarkən imza sahibinin bildirdiyi və sistemin işi, mən bildirə də bilərəm, işin gedişat zamanı da məlum ola bilər də. Bu toplanılmış məlumatlar imzanın sahibi haqqında məlumatlar adlanır. Vaxt göstəricisi müəyyən vaxt anında məlumat bildirişinin ona təqdim edilməsi barədə akkreditə edilmiş mərkəzin elektron qeydi. Fikir verirsiniz, sertifikat xidmət mərkəzinin demir. Deyir ki, akkreditə edilmiş mərkəzin elektron qeydi. Vaxt göstəricisi akkreditə edilmiş mərkəz tərəfindən yazılmış qeyddir. Məsəl üçün necə? Sən mənə sənədi göndərdin, sənin göndərdiyin sənədin üstünə görəndə saat yazılıb. Yazılıb məsəl üçün 4 may saat deyək ki 16:40. 16:40-da göndərilib bu sənəd. Üstündə olur da QR kod yazılan hissə olur elektron sənədin aşağı hissəsində. Bax orada qeyd olunur. 4 may saat 16:40-da həmin sənəd göndərilib. Və bu adlanır akkreditə edilmiş mərkəzin qeydi. Və bu həmin vaxt göstəricisi hesab olunur. Müəyyən vaxt anında o bildiriş mənə təqdim olundu. Və bu təqdim olunmasına bağlı akkreditə edilmiş mərkəz bunun üstündə bir saat, tarix yazırsa, bu vaxt göstəricisi adlanır. Bundan əlavə, bu qanunda bundan sonra istifadə olunan mərkəzlər anlayışı sertifikat xidmətləri mərkəzi və akkreditə edilmiş mərkəz deməkdir. Mərkəzlər deyəndə, mərkəz deyəndə
sertifikat xidmət mərkəzi olur. Akreditə edilmiş mərkəz deyəndə isə akreditə edilmiş sertifikat xidmətlər mərkəzi olur. Bir də var mərkəzlər. Görsən mərkəzlər yəni bu ikisini birləşdirir. Həm sertifikat xidmətlər mərkəzini nəzərdə tutur, həm də akreditə edilmiş sertifikat xidmətlər mərkəzini nəzərdə tutur. Bu ikisi bir yerdə başa düşülür. İmza deyəndə isə həm elektron imza başa düşülür, həm də gücləndirilmiş elektron imza başa düşülür. Yəni hər ikisində iki forması var da. İmzanın adi elektron imza forması var, bir də gücləndirilmiş elektron imza forması var. İkisi bir yerdə imzalar sayılır. Mərkəzdəki hər ikisi bir yerdə mərkəzlər adlanır. Artıq cəmlənir də bu. Elektron imza və elektron sənədin istifadə sahələri. Bu haralarda istifadə olunur? Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla elektron imza, elektron sənəd müvafiq vasitələr tətbiq olunmuş bütün fəaliyyət sahələrində istifadə oluna bilər. Bütün fəaliyyət sahələrində istifadə oluna bilər. Yəni, harada ki, bu elektron imza, elektron sənəd vasitələri tətbiq olunub, onların hamısında istifadə oluna bilər. Elektron sənəd vasitəsilə rəsmi və qeyri-rəsmi yazışmalar, hüquqi məsuliyyət, öhdəliklər doğuran sənəd və informasiya mübadiləsi aparıla bilər. Yəni, elektron sənədlə sən rəsmi yazışma da apara bilərsən, qeyri-rəsmi yazışma da apara bilərsən. Hüquqi məsuliyyət də yarada bilər bu hətta. Yəni, sən fikirləşmə ki, elektron sənəddən göndərmişəm, bunun heç bir hüquqi qüvvəsi yoxdur. Xeyr, bunun bir hüquqi məsuliyyət yaratmaq kimi bir gücü də var. Öhdəlik də yarada bilər sənin üçün. Yəni, elektron sənəd normal bir sənəddir. Artıq bunu biz ciddi bir sənəd kimi qəbul etməliyik. Hüquqi məsuliyyət və öhdəlik doğuran sənəd və informasiya mübadiləsi aparıla bilər. Nə ilə? Elektron sənədin vasitəsilə. Yəni sənəd göndərə bilərsən, informasiya göndərə bilərsən. Dediyim kimi rəsmi, qeyri-rəsmi ola bilər, hüquqi məsuliyyət yarada bilər, öhdəlik yarada bilər. Bu formada əməliyyatlar aparıla bilər. Burada saxlayaq dərsimizi, çünki 3-cü maddədən sonra artıq biraz daha çox xırdalıqlar var. Amma bu dərsin həmin bu əsas anlayışlar hissəsini, xüsusilə həmin birinci maddə hissəsini çox diqqətlə öyrənin. Çünki qanunun tərkibində yazılan terminlərin demək olar ki, əksəriyyəti yuxarıda öyrəndiyimiz əsas anlayışlardan istifadə edilməklə hazırlanmış cümlələrdir. Siz o cümlənin mahiyyətini bilmək üçün mütləq əsas anlayışların mənasını dərk eləməlisiniz. Onu yaxşı-yaxşı anlamalısınız. Çalışdım ki, daha detallı şəkildə izah edeyim. Ola bilər nəyisə yaxşı izah eləməmişəm. YouTube-da dərsin videonun aşağı hissəsində, rəy bölməsində öz fikirlərinizi bildirə bilərsiniz, iradlarınızı bildirə bilərsiniz, əlaqə saxlamaqla fikirlərinizi bildirə bilərsiniz. Nəsə aydın olmasa soruşa bilərsiniz məndən. Bir daha hər birinizə uğurlar arzulayıram. Növbəti dərsdə bunun qalan hissəsində izah edib sizə göndərəcəm. Hələlik sağ olun.